Bismillahirrahmanirrahim və bihi nəsta'in. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rahmetullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bəhsimiz Allah Təbarək və Teala'nın hədəflərinin olub-olmaması barəsindədir. Təqribən birinci suala cavab verdik. Birinci sualımız bu idi ki, Allah Təbarək və Teala'nın hədəfi var, yoxsa yox? Dedik, bəli, muxtar varlıqların hədəfi var. İkinci sualımız isə bu olacaq. Bəs əgər Allah Təbarək və Teala'nın hədəfi varsa, hədəfi nədir? Bu hədəf Allah Təbarək və Teala'nın özünə qayıdır, yoxsa məxluqlara qayıdır? Bu suala cavab verəcəyik. Bu suala cavab verməzdən öncə ötən dərsimizin sonunda verdiyimiz suala cavab verək. Allah Təbarək və Teala'nın hədəfi ilə insanların hədəfi arasında fərq nədədir? Mən hər hansı bir işi görmək istəyəndə, yəni bir insan olaraq, bunu nə üçün görürəm? Bunu ona görə görürəm ki, mən müəyyən bir hacətim var, istəyim var və o istəyimi ödəmək üçün bu işi görürəm. Müəyyən bir istəyimə çatmaq üçün. Yəni, məndə bir şey var, çatışmayan bir şey var, onu istəyirəm əldə edəm və onu əldə etmək üçün bu işi görürəm. Məsələn, deyək ki, oturmuşam evdə, acmışam. Evdə də çörək yoxdur. Gedirəm, çörək alıram. Bu çörəyi almaq ki, mən yola düşürəm, mənim olar hədəfim. Nə üçün alıram? Bu acılığımı ödəyim deyə. Acılığım aradan geçsin deyə. İnsanların hədəfinə baxanda görür ki, bu hədəf insanın daxilində olan bir ehtiyac var. O ehtiyacı ödəmək üçündür. Hətta bəzən o insanlar ki, iddia edirlər, biz heç bir məqsəd güdümürük, bunun arxasında heç bir hədəf yoxdur, orada da hədəf var. Bir dənə həkimdir, görürsən, müalicə eləyir. Müəyyən bir şəxsə, uşağa. Həkimə deyirlər ki, həkim, bunun müqabilində sənə pul verək. Deyir, xeyr, mən pul istəmirəm, heç bir istəyim yoxdur sizdən. Mən bunu özüm etmişəm. Heç bir şey istəmirəm. Orada da biz baxsaq, görürük ki, onun da hədəfi var. Hədəf nədir? Hədəf budur ki, insanlığa xidmət eləsin, məsələn. Hədəf budur ki, o uşağı görəndə bir növ narahat olur, bir insan kimi. Bu narahatlığını aradan qaldırmaq üçün kömək edir. Yenə də, yəni özündə bir rahatlıq yaratsın deyə. Acıyır axı, əziyyət çəkir. Mən bir nəfər görürəm, uşaqdır, sızıldayır, ağrayır, orasının, burasının, anası ağlayır, atası ağrayır. Buna baxır, bunun nəfsi, ruhu əzab, əziyyət çəkir. Bu əzab, əziyyətdən qurtarsın deyə nə edir? Ona müalicə edir. Yenə də qayıdır özünə. Özünə qayıdır. Hətta ibadət də bu cürdür. Biz baxsaq, bəzilər ki, iddia edir, mən Allaha xatir ibadət edirəm. Diqqətdən baxsaq, görərik ki, ibadət də insan elə özünə xatirdir. Özünə görə ibadət edir. Özünü xilas eləsin, cəhənnəm odundan, özünü cənnətə daxil eləsin, yəni özünə görə ibadət edir. Əlbəttə, bəziləri istisnadır. Bəziləri o dərəcəyə çatıblar ki, artıq ortada özünü görmürlər. Ki, bu xalis insanların ibadətidir ki, İmam Əli əleyhissalam necə ki buyurur, mən səni nə cənnətin həvəsinə görə ibadət edirəm sənə, nə də cəhənnəm qorxusuna görə. Səni layiq bilmişəm ibadətə. O, xüsusi dərəcəyə çatanlardır ki, çox nadir insanlar bu dərəcəyə çatıb. Fərq nədədir? İndi istəyirik bunu Allah Təbarək və Teala da tətbiq eləyir. Allah Təbarək və Teala da belədirmi? Yəni bir ehtiyacı var, ehtiyacını ödəmək üçün müəyyən bir işi görsün. Müəyyən bir hədəfə çatmaq üçün. Bu hədəfə çatmaq üçün o işi görür ki, o ehtiyacını ödəsin. Belə deyil. Niyə? Allah Təbarək və Teala mütləq ehtiyacsız varlıqdır. Allah Təbarək və Teala'nın heç bir şeyə ehtiyacı yoxdur. Buradan məlum olur ki, Allah Təbarək və Teala insanlar kimi iş görmürlər. Yəni, o Allah Təbarək və Teala'nın hədəfi insanların hədəfi kimi deyil. Bu məsələdə aydın oldu. Digər bir məsələdə qalıb burada, ondan sonra keçirik Allah Təbarək və Teala'nın hədəfi var, yoxsa yox, Quran-ı Kərimdən bunu izah etməyə çalışacaq. Diqqət edin, mən
Əgər o misal ki biz keçən səfər gətirdik, örnək gətirdik, həcc ziyarətinə diqqət eləsəz, yadınızda salsaz, görərsiniz. Biz orada dedik ki, mən həccə getmək üçün hara gedirəm? Məsələn, banka gedirəm, nə bilim, aeroporta gedirəm və bu işləri görürəm. Bunlar da mənim hədəfim olur. Bu hədəflər dolayı hədəflərdir və bir-birinin şaquli vəziyyətdədir. Üfüqi vəziyyətdə deyil, şaquli, yəni bir-birinin kənarında deyil. Bu hədəf, bunu yerinə yetirirəm ki, buna çatmaq üçün, bunu yerinə yetirirəm ki, buna çatmaq üçün ta gəlib çatır hara? Əsas məqsədə. İndi demək istəyirik ki, Allah Təbarək və Teala'da əsl hədəf nədir və dolayı hədəf nədir? Bunu izah etməyə çalışmaq istəyirik. Məndə əsl hədəf nə idi? Həccə gedim, ziyarət edim. Dolayı hədəflər isə dediyimiz məsələ. Bəs Allah Təbarək və Teala'da da belə bir şey varmı? Baxın, Allah Təbarək və Teala mütləq kəmaldır. Allah Təbarək və Teala'da bəzi sifətlər var. O sifətlər tələb edir ki, bu aləmi xəlq eləsin. Bu aləmi icad eləsin. Məsələn, yaratmaq sifəti var, elm sifəti var, qüdrət sifəti var, özünə olan məhəbbət var. Bu səbəb olur ki, aləmi xəlq eləsin. Öz sifətlərinin tələbləridir bunlar. Bu olur əsl hədəf. Sual olunur, Allah Təbarək və Teala niyə bu aləmi xəlq edib? Çünki bu aləmin xəlq olması Allah Təbarək və Teala'nın sifətlərindən qaynaqlanır. Sifətlərinin tələbidir. Bu sifətlər tələb edir ki, bu aləm xəlq olsun. İnsanları, məsələn, kəmala, Allah Təbarək və Teala'nın da bir sifət var, hadis sifəti misal üçün, insanları kəmala çatdırmaq o səbəb olur ki, bu aləmi xəlq eləsin. Qüdrət sifəti, qüdrəti də var, elmi də var və bu kimi məsələlər. Bu olur əsl səbəb. Amma bu son səbəb olur da. Bunun arxasında digər səbəblər də var. İndi ki, Allah Təbarək və Teala bu aləmi yaradıb, insanlar istifadələr eləyirlər bu aləmdən. Yəni, dolayı səbəblər də var. O dolayı səbəblər, məsələn, insanların nicat tapması, insanların kəmala çatması. Əsl səbəb Allah Təbarək və Teala'nın öz zatına qayıdır. Dolayı səbəb isə insanlara qayıdır. Məlum olur ki, onlar ki deyiblər, Allah Təbarək və Teala'nın hədəfi yalnız özünə qayıdır, düz deyirlər bir mənada. Və onlar ki deyirlər, Allah Təbarək və Teala'nın hədəfi insanlara qayıdır, onlar da düz deyirlər. Amma sırf həsr eləmək, demək ki, yalnız Allahın hədəfi budur, bu yanlışdır. Allah Təbarək və Teala'nın əsl hədəfi budur. Əsl hədəfi öz zatından qaynaqlanır və dolayı hədəflər də insanlara fayda verməkdir. Qur'an-ı Kərimdən bu məsələləri necə istifadə etmək olar? Qur'an-ı Kərim görəsən, Allah Təbarək və Teala'nın bu aləmi hədəflə yaratmağını qəbul edir yoxsa yox? Bəli, biz müxtəlif ayələrdə bunu görə bilərik. Bunu biz bəhs edəcəyik inşallah növbəti dərsimizdə. Daha sonra isə bu suala cavab verəcəyik ki, bu kainatı nə üçün yaratdı? Baxın, birdən sualı var ki, ümumiyyətlə nə üçün yaranış baş verdi? Nə üçün bu aləmdə yaranış baş verdi? Bu bir sualdır. Bir sual da budur ki, nə üçün yaradıldı? İndi bu məxluqların yaradılmaqda faydaları nədir? O birinci sual qayıdır Allah Təbarək və Teala'ya. Dedik ki, Allahın zatı, sifətləri bunu tələb edir. İkinci sual budur ki, məsələn, niyə üçün kainatı yaradıb? 7 dənə göyü, 7 dənə yeri yaradıb. Və nə üçün insanları xəlq eləyib? Bu ayrı bəhsdir. Bir var, nə üçün ümumiyyətlə yoxluğun yerinə varlıq var. Yəni, Allah Təbarək və Teala var etdi. Bu xilqətə başladı ilk dəfə. Nə üçün bu işi gördü? Çünki zatının tələbləridir. İkinci sual isə budur ki, yaxşı, bu məxluqlar nə üçün yaranıb? Bunların kəmalı varmı? Kəmala çata bilərlərmi? Hədəf nədir bunların yaranışında? Bunların kamilliyi nədədir? Bu artıq ayrı bir bəhsdir. Bunların hər ikisini biz araşdıracağıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.